Əgər siz nədənsə qorxusunuzsa, narahatsınız, fikirləşməyin ki, sizdə problem var. Qorxmaq normal bir şeydir. Çünki əslində qorxu sinirin siqnalıdır. Yəni kimsə deyəcək qorxaqsın, niyə görə eləmirsən, niyə görə olmusan. Məsələn, ümumiyyətlə kimsə narahatlığı, yəni ürəyinizə götürməyin. Bilin ki, sizdə birinci növbədə problem nəsə olanda, nəsə ağrıyor, necə olanda, birinci növbədə sizdə olur. Hə. Çünki birdən sizə kimsə nəsə deyirsən də ürəyi sıxırsan, bilin ki, o adam özü düz bilsə də, bilməsə də, nə olur? Birinci növbədə sizdə olur. Hə, nə demək istəyirdim ki, yəni qorxmaq, ağramaq, narahat olmaq, fikirləşmək, o normal bir şeydir. O hamıda olmalıdır. O birinci, bu bizim fiziologiyamızdır. Çünki nəsə eləndə birinci növbədə sən fikirləşirsən, araşdırırsan, narahatsan. O da var. O heç normal bir şeydir. Yəni qorxmayın ki, kimsə sizə deyəcək, qorxaqsan, eləyən özü eləyir, qorxan özü qorxur. Düz deyil. O da düz deyil. Və məndən sizə məsləhət, düz məsləhət mən verən deyirəm. Sadəcə hər insan qorxur. Bu bizim bədənimizin müdafiə mexanizmidir. İndi özünüz bilirsiniz. Birinci hansısa bir heyvanı görəndə, həmsə bir yırtıcı olsun. O necə olur? Lap qorxsa da, qorxmasa da həmişə narahatdır. Nəsə bir belə şey. İzah elə bildim də sizə. Qorxu çox vaxtı bizim həyatımızı qoruyur. Odur. Ürəyiniz buz kimi həmişə saxlayın. Özünüz bilirsiniz, siz nəyə qadirsiniz, özünüz bilirsiniz, siz nə elə bilirsiniz. Özünüz bilirsiniz, nə elə bilirsiniz, nəyə maliksiniz. Biri var ki, sizin evdəkilər nəsə desinlər, bunlar da ola bilsin, çox şey bilmirlər. Əslində sizin dahilinizdə nə olur? Amma yenə də qorxmaq bu normal bir şeydir. O birinci növbədə sinir sistemin siqnalıdır. Yəni deyir ki, diqqətli ol. Bax təsəvvür edin, barmağı kəsəndə barmağına ağrıyır. Demək o qorxur. Qorxmalı bir şeydir də. O sizə siqnal verir ki, sən özünü qoru. Bax hər şey asan deyil. Yəni birinci növbədə özünü fikirləş.